Hər vaxtınız xeyirli olsun. Mənim əzizlərim, hörmətli şəhid valideynləri, şəhid anaları, şəhid ataları, şəhid qardaşları, bacıları, qazilərimiz, dostlarımız və mənim Vüsal qardaşımın ailəsi. Bugün bizim üçün dəyərli bir gündür. Ona görə dəyərli gündür ki, dəyərli bir insanın, vətənpərvər bir oğlum, necə deyim, daima bizim vətənpərvər insanların yanında olun. Onların qayğısını çəkən, şəhid ailələrinin, qazilərimizin, demək olar ki, yəni dövlət kanallarından da çox, bu kategoriyada insanları işıqlandıran, sosial şəbəkələrdə bütün informasiya formasında yayımlar edən bizim Vüsal qardaşımızın bugün ad günüdür. Vüsal, sən bilirsən, sən bizim üçün nə qədər əzizsən, nə qədər doğmasan. Vüsal haqqında çox şey danışmaq olar. Vüsalı mən əvvəla təbrik edirəm. Vüsal həyatda ən gözəl can sağlığıdır. Yəni o can sağlığını Allah bizə verir, Allah qoruyur. Səni Allah qorusun, qardaş. Əgər canın salamat olacaqsa, inşallah xidmətə davam edəcəksən. Amma həyatda yaşayanda, bu hər bir kəsə aiddir, yaşayanda insan özünə sual verməlidir. Həyata gələndə, ağlı kəsəndə ki, bir dönüb sabah arxaya baxanda görəsən ki, bir dəyərli həyat yaşayırsan. Xalqıva, millətvə, dövlətvə, vətənvə. Yəni, bunu hər adam bəlkə də düşünmür, amma insan öz-özünə sual verməlidir. Mən vətənim üçün nə etdim? Hər bir kəs xalqım üçün, vətənim üçün, millətim üçün, dostlarım üçün, ailəm üçün nə etdim? Bu suala hamı verməlidir özünə. Və mən o Vüsalı, o sualı, yəni mən onun əvəzində deyə bilərəm ki, bəli, Vüsal vətəni üçün, xalqı üçün, milləti üçün çox işlər görür. Tarixi yazır, tarixi qoruyur. Ən böyük işin odur ki, bizim başımızın tacı olan, vətəni üçün canın qoyan. Hər bir döyüşçü şəhid olmaq arasında döyüşür. Döyüş edilir, amma hər bir döyüşçə qismət olmur şəhid olmaq. O insanların, o döyüşçülərin, o şəhidlərin qayğısını çəkmək, onların bütün hallarda yanında olmaq, bütün vaxtlarda yanında olmaq, hər adamın hövsələsi, necə deyim belə, gücü çatmaz, onu götürsün. Onlarla bir yerdə. Bax, bayaq şəhid anası qeyd elədi ki, biz bəzən üstünə də qısqırırıq, bəzən, amma Vüsal yenə bütün hallarda o səmimiyyəti, o diqqəti qoruyub saxlayır. O distansiyanı gözləyir. Vüsal, nə bilim, o qədər danışmaq olar. Vüsalın, burada hamı Vüsal kimi tanıyır. Amma Vüsalı dünyaya gətirən ana var, anamız var. Çox, necə deyim, xeyirxah qadındır. Və heç kim də onu məcbur edəməyib ki, el üçün həyatından bir parça torpağı ayırır, Allahın məscidini tikdirsin. Yəni, onu bunun ailəsidir, bunun anasıdır. Elə bir ananın belə də bir oğlu olmalıydı. Mən o anaya göz aydınlığı verirəm. Burada olsaydı, çox yaxşılardı, xəstə olduğuna görə burada deyil, Allah ona şəfa versin ki, o anaya ki, mən sağ ol deyirəm, sənin kimi oğul dünyaya gətirib. Sənin kimi vətənpərvər bir insan gətirib dünyaya. Vacibdir döyüşmək, vətəni müdafiə eləmək, vacibdir xalqıva xidmət eləmək. Elə vətənpərvərlik tək ələ silah almaq deyir ki, vətənpərvərlik əlində ruçkası da ola bilər, qələmi də ola bilər, əlində başqa bir xidmətlər də ola bilər. Vətənə xidmət eləməyin formaları var, bir neçə formaları var. Onun birincisi şəhid olmaqdır.
qazi olmaqdır. Ondan əlavə alimlərimiz var, vətənimizə xidmət edir. Bizdən də çox xidmət edirlər. Və bu gün də sən gördüyün bu yol, tutduğun bu yol, gördüyün işlər bu vətənpərvərlikdir. Bu az xidmət deyil. Salamat müəllim uzun müddətdir Biləsuvarı təmsil edən, Biləsuvarı sevən, Biləsuvarçılığı hər yerdə təmsil edən insanların deyərdim Salamat birincisidir. Çox sağ ol Salamat qardaş. Mən sənin o Biləsuvar haqqında, vətənə sevgin, vətənə xidmətin göz qabağındadır. Bunu hamı bilir, hamı görür. Bəli, Vüsal da sizlərin davamlısıdır. Vüsalın bu gözəl balasına Allah qorusun. Bax, bunun xeyir işini görsün. İki oğlu buradadır. Onların xeyir işini görsün. Və bugün mən tək deyiləm. Bugün Vüsalın həmişə bir sözü var. Birinci Qarabağ müharibəsi. Yəni müharibə 89-cu ildə demək olar ki, informasiya formasında başladı. 90-cı il əvvəllərində başlandı. Tapxana meşəsi, erməni təcavüzü, nə bilim. Yəni əvvəl yüngül bir formada başladı. Amma 91-ci ildə deyərdim ki, Çay kənd hadisi əməliyyatında yenə orada da Biləsuvarlı oldu. 6 nəfər, 5 tələbə Sumqayıt polisləri ilə döyüşə girdi. Ərzələri ilə, tələbələr, Kimya Texnikomunun tələbələri. Və onun biri Biləsuvarlı oldu yine. Orada yaralandı. Müharibə veterandı bu günlərdə, hal-hazırda. 91-ci il noyabrın 17-sində ilk bizim yaralımız olub, ilk döyüş əməliyyatına başlanılıb. Belə götürürüz. Və o gündən bu günə qədər də hər illərdə şəhidimiz olub, yaralımız olub, müharibə davam edir. Amma Vüsal deyir ki, yəni bunu Vüsalın sözünü deyirəm, torpaqların 80%-ni qoruyub saxlamaq. Bəli, ağır günləri idi o günləri biz yaşamışıq, 80%-ni qorumuşuq. Araz boyu, Horadiz kəndinə qədər bir neçə kəndi işğaldan azad eləmişik. Haramı düzü deyərlər, işğaldan azad eləmişik. Kəlbəzər arasında böyük yüksəkliklər götürmüşük, Murovdağ silsiləsində. Yəni bu xidmətlər olub və davamlı olaraq zəfərimizi yaşamışıq. 2020-ci ildə, 2023-ə qədər də Xankəndi əməliyyatı. Bəli, 80%-i qoruyan qazilərimiz buradadır. Mən xahiş edirəm, bizim qazilərimiz bizim yanımıza gəlsinlər. Buyurun, Əlqara kişi, bizim təqdimatımız olacaq. Bizim fəxri üzümüzdür, məlumat üçün bildirim ki, Vüsal Mustafayev Azərbaycan Vətən Mühafizələri İctimai Birliyinin fəxri üzvüdür, vəsiqə ilə təmin olunubdur. Bir neçə bizim vətənpərvər oğullar bizim yanımızdadır, bizim bir yerdə çiyin-çiyinə xidmət göstərirlər. Və bu qazilər bizim gözəl qardaşlarımız Biləsuvar Respublikada tanıdan oğullar buradadırlar və mən onların iştirakı ilə bizim Murad qardaşım yaxına gəlsin, Murad qardaşım gəlsin, əzasını vətən yolunda qoyan əzimiz. Mən istəyərdim ki, bizim bir təşkilat olaraq Mustafayevin xidmətlərinə görə, yəni ictimai həyatda, təşkilatın tədbirlərində göstərdiyi xidmətlər, vətənpərvərlik səviyyəsinin yüksəlməsində göstərdiyi xidmətlər və daima şəhid ailələrinin diqqət və qayğısını çəkdiyinə görə biz ona fəxri fərmanla təqdim edirik və mən istərdim ki, onu bizim qazimiz təqdim eləsin. Vüsal qardaşım, təbrik edirik, ad günün mübarək, sən buna layiqsən, fəxrimizsən və əmi də buradadır, axsaqqal, veteranların axsaqqalı buradadır, təbrik edirik. Və özümüzə borc bildik ki, bugün burada bu təqdimatı keçirik. Allah sizləri var eləsin. Mən istəyərdim ki, axsaqqalımız, bütün ən yaşlı müharibə iştirakçımız, Əlbala əmi bizim, əmi deyirik ona bir veteran kimi, bir əmi kimi, qoyulək sözlərini desin, buyur. Hər vaxt xeyr olsun, başda şəhid anlarına hər biri salam verir, qardaşlarım da salam verir, xeyr, xalq qardaşlarım da salam verir.
Vüsal haqqında Salavat müəllim çox gözəl, obyektiv çıxışlar elədi. Qurban müəllim çıxışlar elədi. Vüsal haqqında çox danışmaq olar. Amma qısa dedim ki, bunlar günüdür, tədbirindir, sənin xoş günüdür. Xoş günlər yığışmışsın, səni ürəkdən təbrik edirik. Bu cür yaşa, davam elə, ömürsün. Çünki mənalı ömürdür. Həm bəlkə də sən xeyirxah işlərlə məşğul olursan, təmənnasız. Uğurlar sənə qardaş, hamı döyüşməz. Amma mən də bu qardaşlarımı görürüm, bu da xeyirxah qardaşlarımı görürüm. Sən ola hərə bir formada xeyirxah olur. Salamat mənim sözlərimlə, sən çəkilişlərimlə, qardaşlarım hansısa bir maddi, mənəvi xidmətlərinlə ona görə deyirəm ki, Allah bizim Biləsuvarımızı qorusun, Allah ölkəmizi qorusun ki, hər zaman Biləsuvarın adı ucalardan olsun. Bir daha təbrik edirəm. Yazar buyurun. Kimin Ben Vüsal kardeşim danıştı. Bizim yanında durum. Vüsal kardeşimiz hakkında hamı danıştı. Bunu indi tanıyırlar. Ondan ben bunu 18 yaşından tanıyorum bu iki doğru. Bundan bu əsgər gedəndə bunun o mənanında olmuşam. Ben de uzun müddət söhbət edib bizim o döyüşçülərdən, qəhrəmanlıqdan. O 18 yaşında bilirdi ki, Biləsuvarlılar necə döyüşür. O sözdən sonra mənə dedi ki, Eldar əmi, mən də gedir sizin kimi orada xidmət eləyəcəm. Mən də 2 milyon orada xidmət eləyib Biləsuvarlıların başımızı eləyəcəm. Atamın, anamın başımızı eləyəcəm. Onun atası rəhmət edim, Allah rəhmət eləsin. Vüsal bizə yad adam deyil, onu da deyim, siz bilmişsiniz, mən tanıyıram, ona görə deyirəm. Vüsalın atası da veteran olub, qazi olub. Allah rəhmət eləsin. Onun atası da bizlərdəndir. O da əvvəlki döyüşlərdə 41-45-də qazi olub. Ona görə Vüsal bizə necə deyərlər, yaxındır. O bizim o dərdimizi, ondan sonra necə çətinliklər gördüyümüzü bilir. Vüsal bizim rayon üçün çox böyük işlər görür. O bütün şəhidlərin dəfni, ailələri, ondan sonra necə olub, hamısını tarixə qeyd edir, tarixi iş görür. Bu hələ indi çox adam bilmir, vaxt olacaq, dövr olacaq. Bütün bunlar hamısı tarixdə baxılanda, vərəqlərində Vüsalın necə böyük iş gördüyü hamısı ortaya çıxacaq. Bu yolda ona uğurlar arzulayıram. O da bir qəhrəmanlıqdır, eləyib, çətinliklərə dözüb ondan sonra. Bütün o maddi, mənəvi çətinliklərə baxmayaraq bunların hamısını eləyib. Vüsal qəhrəmanlıq eləyib, tarixi bir iş görüb, ona görə də onu Allah can sağlığı versin. Bundan sonraki işlərində də uğurlar arzulayıram. Vüsal 100 yaşa, sən qəhrəman oğlusan, özün də qəhrəmansan. Biləsuvarlıların həmişə başını uca eləyibsən. Ona görə də sənə minnətdaram. Özümə borc bildim sənin adında iştirak eləməyə. Çünki əsgəri yola salanda mən sanmışam səni əsgəri yola. Sən də həmişə bu xidməti gözəl yerinə edirsən. Səndən fəxr edirəm. O sənin.